dedilər və sən götürdün, gəldin, toyla yağın ki, gəldin. Yox, toyla, yox. Yığıncaqla da öz aranızda, yəni belə razılaşmışsınız da. Ondan sonra nə baş verdi? Ondan sonra... Heç bir gəlin, mən sənə bir şey deyim. Gələn kimi nə qaynataya, nə qaynanaya haqsızlıq eləməz. Özü də bildiyi halda ki, sənin həyat yoldaşın vəfat eləyib, övladın vəfat eləyib, ən azından mərhəmət hissinə yanaşardı sənə. Ondan da əlavə, əgər bu ailə qurmaq istəyirsə, gəlin. Birdən-birə gələn kimi niyə qaynanı ilə, qaynatı ilə düşmən olsun ki? Hər halda bir şirin dilinə salar ki, olsunsa onlar da dünyanı tutub gedməyəcək ki, bu adam da təkdir. Bu ev, eşi, bu cəhsələr mənə qalsın da. Gələn kimi birdən-birə təzə gəlin, niyə dava salsın? O gəlin də kifayət qədər təcrübəlidir və ictimaiyyətdə işləyir də, hansısa bir müəssisədə işləyir. Bəli. Ona görə də, Masur, sən yenə gizlədirsən. Bax, yenə səndən ikinci dəfə xahiş edirəm. Gəldi. Aranızda indiyənə qədər söz-söhbət olmuşdur. Mən o məcburam ki, artıq məcburam ki, sual-cavab edəyəm. Görəm özü danışmır. Evdə biraz söz-söhbət olmuşdur. Düzü gələsinin yanı qız donanmırdı. Yəni, sənin sözünlə belə çıxır ki, elə günah qızı idi, hə? Bəli, donanmırdı. Səndə heç bir günah yox idi. Mən... Nəyinlə barışmırdı? Sinə nəyə deyildi, ev... Valla atam dedi ki, ay bana, bax, getmə bansıya. Bax, burada məsələn, kim atayını versən, kim at verirsən. Ondan sonra ailənə bax. Hə, bu işləməyi problem oldu. Ha, deməli, məsələ burasındadır ki, gəlin gələndən sonra, onda səndən qabaq işləyirmiş də, düzdür? Bəli, bəli. Hə, məsələ bu olub ki, gəlmişsən, bəzən bu günləri ailələr var ki, hörmətli Ceyhun mənim, Bəxtiyar mənim, həqiqətən də gələn gəlinə, biz necə, qulluqçu kimi qismində yanaşırlar. Qismində yanaşırlar. Amma nəzərə almaq lazımdır ki, bu yetimin balasının da dədəsi anası var da. Amma bunu sənin üçün spikə göndərməyib ki, bu da insandır. Bu da xoşbəxt olmaq haqqı var. Xoşbəxt olmaq üçün gəlir. Həm də ki, o cür qəbullanıblar. İşləyə qəbullanıbsa, o cür... Əgər işləyə qəbullanmışsansa, baxın, əgər ailə qurursunuzsa, həqiqətən də xanımlara, ailə quracağınız xanımlara süpürgə gözündə baxmayın. Ailə quracağınız xanımlara, nə bilim, qulluqçu qismində baxmayın, elə yanaşmayın. Sevgi ilə, məhəbbətlə, inanın ki, bu həyatın reallığıdır. Əgər o yerdə sevgi varsa, məhəbbət varsa, vallahi, billahi, o qadın özü saçın belə süpürgə eləyir. İstər balaları üçün, istərsə də həyat yoldaşı üçün. Əgər həqiqətən də o ailədə hörmət, qayğı, istək, sevgi, məhəbbət, mərhəmət, dostluq, bunlar şərtdir. Hər bir ailədə bunlar şərtdir. Əgər bunlar varsa, inanın ki, o ailədə həm din bərəkət olacaq, həm ruzi olacaq, həm də o qədər xoşbəxt ailə, sağlam ailə olacaq. Ailə özü elə bir kiçik bir xalqdır, elə. Çox sağlam ailə olacaq və inanın ki, uzun illərlə, bəlkə də mən deyərdim ki, həmin ailələr bu gündə gəncliyə nümunə olacaq. Və nümunədirlər də. Şahidi, nə qədər ailələr var ki, deyir, mən 40 ildir, bu xanım mənim həyat yoldaşımdır, hələ də mən onu sevirəm, məhəbbətimdir. Söz-söhbətimiz yoxdur. Sevgiyə bax, söz-söhbət yox. Onda o 8-9 uşağı olanlar neynəsin? İndi cəmaat bir dənəsinə, 2 dənəsinə baxa bilmir, deyir ki, yox, əziyyət çəkirəm, mən bilmirəm, həyat yoldaşıma baxım, yoxsa bu 2 uşağa baxım. Bəs bu 8-9 uşağı olanlar, yetimin balaları neynəsin? Bunlar yazıqlar elə səhərdən axşama kimi bizdə deyərdiləri, kəndin ayağında idi, nə bilim, orada əkinçilik, maldarlıq, bir 8 uşaq, bu tərəfdə qaynana, qaynata, baldız, gəlin, hələ onlara da baxırdılar. Deməli, onda nə var idi? Sosial şəbəkələrdən uzaq idilər. Təsirlər yox idi, yan təsirlər yox idi. O vaxt rəfiqə deyilən bir şey yox idi. Rəfiqə kənarda idi, yan təsirlər beynini doldurmurdular. O vaxt insanlar özü bir-birinlə mehribançılı süfrə də qurulanda, biz hamısı oturardı. Ailənin birinci başçısı gəlsin, süfrənin başında otursun. O vaxt ata-ana məsləhəti var idi. Ata-ana məsləhəti. O qız ata-ana məsləhəti ilə, ona verilən o tərbiyə ilə gedirdi o ailəyə. Ölümün çıxacaq o evdən deyirdilər. İndi amma qoyan bir şey olsa, gəl, boşan çıx, gəl bu tərəfə. Bax, belə deyilir. Əslində, Gülay xanım, mən o yanaşmaya da düzgün baxmıram. Yəni, bu insandır.
Ola bilər ailəsində hər hansı bir problem olar. Əvvəllər bəli, ağsaqqallar var idi, ağbirçəklər var idi. Ailədə problem olanda gedərdin, ağsaqqal aparardın, ağbirçək aparardın. Hətta bizim tərəflərdən bəzən deyirlər ki, şalın çıxardardı, indi siz bilirsiniz, belə atardı ki, qan bağlanardı. Yəni belə gözəl adət ənənələrimiz hələ də yaşayır, inanın ki, hələ də o dəyərlər hələ də qalır. Vallahi billahi bölgələrimizdə o qədər dəyərlər var ki, hələ Bakı şəhərinin özündə də yəni bu reallıqdır ki, hələ o dəyərlərə sadiqlik var. İndiki gənclik belə həmin dəyərlər görürəm ki, o formada formalaşırlar. Yaşa dolduqca az olsa da belə yenə də amma nə xoş halımıza ki, o dəyərləri qoruyub saxlaya bilirik. Bizim nə xoş halımıza. Onda var idi, bəli, ailəçilik var idi, ailə dəyərləri var idi. Amma bəzən elə olur ki, qız həyat yoldaşından ayrılandan sonra götürür onun dalıca olmasın sözlərini səsləndirir. İstərsə də oğlan götürür həmin həyat yoldaşının dalıca olmasın. Amma nəzərə almaq lazımdır ki, bu insan səninlə bir yastığa baş qoyur. Bu insan sənin həyat yoldaşın olub. Bu insan səninlə gözəl günlər yaşayır. Bu nə dərəcədə doğrudur? Nə dərəcədə düzgün yanaşmadır ki? Bir məsələyə toxunmaq istəyirəm ki, məsələn, qız övladı ailə qurandan sonra atanın himayəsindən çıxır. Məsələn, qabaq deyirlər, filan kəsin qızı, filan kəsin, artıq həyat yoldaşının himayəsinə keçir. Düz istəyirəm, hər nə olsa da həyat yoldaşı. Yenə sənin adın onun üzərindədir. Elə bir situasiya yaratmalısan ki, o sözü dedirtməməlisən ki, həm sənin övladının anası məsələsi var, həm xanımın müqəddəsliyi söhbəti var. Sən də bir üzdən gəlmirsən, indi məqsədin, məramın inşallah ki, gedişatla asılacaq, amma məqsədli, məramı tam olaraq biz tuta bilmirik bu məsələdə. Hər kəs başa düşə bilməz ailə dəyərləri nədir. Hər kəs anlaya bilməz ailəçilik nədir. Yəni, bunlar çox dərin mövzulardır da. Bu mövzulardan danışıb bəlkə də günlərlə, aylarla danışmaq olar. Bu həyatı yaşayan insanı keçməkeşli yolları olar, erişli yoxsul yolları olar. Mən Mansuru qılamıram. Bu günləri Mansur gəlib deyir ki, mənim yadımdan çıxın, mənim bacımdan soruşur. Adama deyil, ay qardaş, bacın hər gün səninlə bir yerdə yaşamırdı ki, mən sənin bacından sənin ailə daxili məsələlərini soruşum. Hər halda bir yastığa baş qoymuşsan, sənin həyat yoldaşın olub da, sən özün danışmalısın. Sən özün danışmayandan sonra, gizli saxlayandan sonra mən hansı mövzudan danışa bilərəm? Peyman bəy, biz keçən verilişdə olmadıq, verilişdə olmamışıq. Həyat yoldaşı gəlirdi, səhv eləmirəmsə, taksiyə minib gəldi. Yox, gəlmədi. O işdən icazə vermədilər. Ona görə yəni... Yox, adamı indi işdən icazə vermirlər. Yalan sözü deyə dedi, mən gəlmək istəyirəm. Şəxsma mənim payımın fabrikası var rəyimdə. Rəfiqəsi. Aysa. Ona dedi ki, mən gəlmişəm. Bacım da dedi ki, nəsə, niyə gəlmişsən? Məsələ rastılacaq, onun ki gəlmişsən. Deyir, yox, gəlmişəm. Hansı məsələlər rastılacaq, onu deyir? Uşaq ailəsində açılacaq. Amma, üzr istəyirəm, yəni, tanıram onu deməyə. Bəndə... Yox, üstü örtülü de də. Üstü örtülü de. Sən bilirəm ki, sən üzr istəyəndə mən yaman günə qalıram burada. Üstü örtülü de. Üstü örtülü de. Yəni... Bax, burada səsimizi kəsirlər. Qızdan danışır. Qız gəlmir. Bax, burada səsimizi kəsirlər. Buyur, əziz qardaşlarım. Hörmətli qazi qardaşlarım. Bax, deyirəm burada. O da Peyğəmbər müəllim deyib ki, düz deyir, mənə zəng edib, amma eləməyib. Gəlməyib bura. 2 günün içərisində, deyəlim ki, mən sizə inandım. Baxın. 2 günün içərisində sən nə yapdın ki, nə də yuxu görəsə, gah 102 xidməti oldu, gah deyirdi, nə bilim, işə getmə, gəlmə. Bu 2 günün içərisində bu nətər getdi, işə gəldi ki, həmin problemlər başladı. Birinci günü qonaqlıq olub, çox ki, cəmat yeyib çiməkdə olub, baş qazi olub.
İkinci gün Ayılanda ucu ağrıyor. Ya sən həqiqətləri danışmırsan. Yox, mən vallahi oranı deyirəm. Nasıl? Mən çox şeyləri bilirəm. Amma sənin dilindən almayan